Salam hörmətli izləyicilər, sizlə Aqil Rəhimovdur. Sağa dönsəydi gəncliyə gedən yoldur, biz düz gedirik və yeni sürənlərin çətinlik çəkdiyi bir məqam var. Bax, bizə yaşıl yanır, qarşıdan gələnlərə də yaşıl yanır. Biz sola dönmək istəyirik, onlar da sağa dönürlər. Kimindir yol? Yeni sürənlər çətinlik çəkirlər. Burada problemi yoxdur. Belə yerlərdə biz sola dönəndə, bax, qırmızı maşın bizim sağ əlimizə düşür. Deməli, yol onundur. Yol onundur. Deməli, sağ əlimizə düşən avtomobilə yol veririk. Düzdür. Əgər biz ona mane olmuruqsa, öz sol zolağımıza dönsək, biz ona mane olmuruq və qanun pozmuruq. Amma mən məsləhət görərdim ki, dönməyəsiniz. Niyə? O sağa dönən avtomobil qaydaları pozaraq sizin zolağa çıxsa və qəza olsa, yəqin ki, 50% günahkar sizi çıxardacaqlar, 50% də onu. Niyə? O qaydaları pozur, sağdan sağa dönmür. Siz isə ona yol vermədiyinizə görə elə bir ki, cəzalanacaqsınız. Hamısından salamatı belə situasiyalarda dayanırsınız, bax, avtomobili buraxırıq, ondan sonra hərəkətimizi davam elətdiririk. Diqqətinizə görə çox sağ olun.